Xoş gördük hər birinizi. Logos Lab buraxılışının növbəti üçüncü sayına başlayırıq. Bu gün müzakirə etmək üçün seçdiyimiz mövzu, birinci mövzumuz bu propozisional məntiq ilə bağlıdır. Və burada biz propozisional məntiqdə olan məntiqi bağlayıcılardan biri disjunksiya haqqında danışmaq istəyirik. İlk öncə mövzu niyə aktualdır? Ümumiyyətlə, əgər siz analitik fəlsəfə ilə məşğul olmaq istəsəniz, yəni bu fəlsəfənin ana xətti məntiq üzərində qurulmuşdur və burada istifadə edilən əsas məntiqi modellər, bunlar propozisional məntiq ilə uyğunluq təşkil edir. Daha doğrusu, propozisional məntiqi bilmədən analitik fəlsəfəyə giriş etmək, onunla məşğul olmaq demək olar ki, mümkün deyildir. Yəni burada istər arqumentlərin qurulması, istər arqumentlərin analiz edilməsi, istər arqumentlərin qiymətləndirilməsi, bunlar ilk növbədə propozisional məntiq üzərində həyata keçirilən intellektual əməliyyatlar sistemidir. Və biz məntiq mühazirələrinə daha əvvəl başlamışdıq. Əgər maraqlı olarsa, bizim kanalımızda müvafiq playlistə axtarıb tapa bilərsiniz. Orada 3 mühazirə yerləşdirilmişdir və biz daha əvvəl qeyd etdiyimiz kimi növbəti müzakirələrimizi Logos Lab üzərindən həyata keçirdiyimizə görə artıq məntiqə aid olan fikirlərimizi də bu hissədən paylaşmağa davam edəcəyik. Və biz orada sonuncu mühazirəmizdə məntiqi bağlayıcılardan biri olan konjunksiyanı izah etmişdik və orada qeyd etmişdik, məntiqi bağlayıcıların sayı çoxdur, amma propozisional məntiqdə onlardan daha çox istifadə edilənləri, yəni ən mühüm olanları, bunlar 5 məntiqi bağlayıcıdır. Konjunksiya birinci, disjunksiya ikinci, implikasiya üçüncü, ekvivalensiya dördüncü və beşinci inkar. Və biz növbə ilə bunların hər birini izah edəcəyik. Yəni artıq konjunksiyanı izah etmişik. Bu günləri disjunksiya ilə müzakirəmizə davam edirik. Deməli, məntiqi bağlayıcılardan disjunksiyanın izahı məqsədi ilə biz əsas iki sualı fərqləndirmişik. Birinci sualımız disjunksiya nədir? İkinci sualımız isə disjunksiyanın növlərindən hesab edilən istisna edici və birləşdirici disjunksiya deyəndə biz nəyi başa düşürük? Yəni biz bu iki növ disjunksiyanı bir-birindən necə fərqləndirə bilərik? Beləliklə, disjunksiya nədir? Yəni biz bu suala necə cavab verə bilərik? Disjunksiyanın qurulması üçün istifadə edilən məntiqi bağlayıcı ya da bağlayıcısıdır və Azərbaycan dilində və ya, yəni bu bağlayıcı da eyni funksiyanı yerinə yetirmiş olur. Və bu zaman disjunksiyada tərəflərdən heç olmasa biri doğru olur. Yəni iki qiymətli məntiq ilə qiymətləndirsək, tərəflərdən, yəni disjunktlardan biri, heç olmasa biri doğru olmalıdır. Məsələn, nümunə kimi belə bir mülahizə götürə bilərik, yəni belə bir propozisiyanı nəzərdən keçirə bilərik. Mən ya məntiqi oxuyacam, ya da süni intellekti oxuyacam. Yəni burada bizim iki sadə propozisiyamız var. Yəni P propozisiyası mən məntiqi oxuyacam və ikinci Q propozisiyası mən süni intellekti oxuyacam. Və biz bu iki sadə propozisiyanı ya da bağlayıcısı ilə birləşdirə bilərik. Deməli, son nəticədə biz mürəkkəb propozisiya almış oluruq. Yəni konkret bu nümunədə iki sadə propozisiyanın kombinasiyasından ibarət mürəkkəb propozisiya almış oluruq. Deməli, mürəkkəb propozisiyamız mən ya məntiq oxuyacam, ya da deməli keçid alıram ikinci propozisiyaya, ya da süni intellekti oxuyacam. Və siz burada
bir simvol görürsünüz. Yəni pi ilə Q arasında olan simvol. Yəni haradasa bu V hərfini də xatırladır. Yəni bu simvol da disjunksiyanın simvoludur. Yəni siz məsələn prezentasiyada gördüyünüz pi və V simvolu ortada və Q belə bir ifadəyə rast gəlsəniz, yəni simvolik ifadəyə rast gəlsəniz, deməli bu disjunksiyanı ifadə etmiş olacaq. Və biz burada P-ni əvəzləyə bilərik propozisiya ilə Q, yəni bunu əvəzləyə bilərik propozisiya ilə və son nəticədə mürəkkəb propozisiyamızı formalaşdıra bilərik. Və növbəti müzakirə etmək istədiyimiz bu disjunksiyanın iki növüdür. İnkluziv dediyimiz bu birləşdiricidir. Ekskluziv disjunksiya bu istisna edicidir. İnkluziv disjunksiya, yəni birləşdirici disjunksiya nəyi bildirir? Bu deməkdir ki, bizdə disjunktlar, yəni sadə propozisiyalardan hər hansı biri doğrudur, heç olmasa biri doğrudur və onların hər ikisinin də doğru olması mümkündür. Yəni nümunə üzərindən izah etsək, mən ya məntiq oxuyacağam, yəni bu propozisiya doğrudur, ya da süni intellekti oxuyacağam və ya bu propozisiya doğrudur və onların hər ikisində doğru olması mümkündür. Yəni mən həm məntiq oxuyacağam, həm də süni intellekti oxuyacağam. Yəni bu propozisiyaların hər ikisinin də doğru olması mümkündür. Deməli bu aspektdən biz çıxış etsək, heç olmasa bir tərəfin doğru olması, yəni onların hər ikisinin də doğru olmasını istisna etmir. Və bu aspektdən biz yanaşsaq, biz sadə propozisiyaların hər ikisinin doğru olmasını mümkün hesab etdiyimizə görə, burada ya da bağlayıcısı, yəni propozisiyalardan birini istisna etmir, əksinə onlar arasında bir birləşdirici funksiyanı daşıyır. Və buna görə də bu disjunksiyanın adı Azərbaycan dilində daha çox birləşdirici disjunksiya kimi ifadə edilir. Amma istisna edici disjunksiyada məsələnin qoyuluşu başqadır. Burada ya da məntiqi bağlayıcısı yalnız və yalnız propozisiyalardan birinin doğru olmasını şərt kimi irəli sürür. Yəni onların hər ikisinin də doğru olması istisnadır. Əgər birinci tərəf doğrudursa, ikinci tərəf yalandır. Əgər ikinci tərəf doğrudursa, birinci tərəf yalandır. Deməli, nümunə üzərindən fikrimizi izah etsək, mən məntiqi oxuyacağam, ya bu propozisiya doğrudur, ya da mən süni intellekti oxuyacağam, ya da bu propozisiya doğrudur, amma onların hər ikisinin doğru olması istisnadır. Və adı da buradan götürülüb istisna edici disjunksiya. Bizim növbəti izahımız bu birləşdirici disjunksiyanın bir qədər daha detallı texniki dil ilə izahını özündə əks etdirir və əslində biz bunu ətraflı bir qədər əvvəlki slaydda izah etdik, amma sadəcə burada bir neçə məqamı mən qeyd etmək istəyirəm. Yəni bizim əvvəldə nəzərdən keçirdiyimiz V simvolu, yəni P ilə Q arasında olan simvol, yəni siz indi slaydda görürsünüz, bu əslində birləşdirici disjunksiyanın simvoludur. Və burada disjunkt bu disjunksiyanın tərəflərinin texniki adıdır, yəni terminoloji anlamda terminlər ilə ifadəsidir. Yəni P birinci disjunktur, Q ikinci disjunktur və bu disjunktlar arasında olan V işarəsi bu birləşdirici disjunksiyanı ifadə edir. Və siz sual verə bilərsiniz, onda biz istisna edici, yəni ikinci disjunksiyanı necə ifadə edə bilərik? İkinci disjunksiyanın, yəni istisna edici disjunksiyanın simvolik ifadəsi indi sizin slaydda gördüyünüz simvolik ifadədən ibarətdir. Yəni belə ifadə edilir, ya P-dir, ya Q-dir və doğru deyildir ki, P və Q-dur. Yəni burada V simvolu bu qeyd etdiyimiz kimi yadanı bildirir. V simvolunun tam əksi olan, yəni üzü aşağı
yazılmış simvol bu və bağlayıcısını bildirir. Yəni bu konjunksiyadır. Bunu biz sonuncu, yəni bundan əvvəlki video mühazirəmizdə izah etmişdik. Və mötərizənin qarşısında olan simvol bu inkar simvoludur. Yəni bu doğru deyildir ki, yəni bu söz birləşməsi ilə ifadə edilə bilər. Və beləliklə bizim iki mötərizə ilə ifadə edilmiş simvolik ifadəmiz yaranır. Deməli, mötərizə içərisində olan birinci, yəni heç olmasa P-dən ya da Q-dən biri doğrudur. Çünki ya P-dir ya Q-dur. Və ikinci mötərizədə ifadə edilmiş doğru deyildir ki, P və Q doğrudur. Yəni doğru deyildir ki, həm P, həm də Q doğrudur. Onların hər ikisinin doğru olması qeyri-mümkündür. Başqa sözlə. Beləliklə biz bu iki mötərizə içərisində ifadə edilmiş fikirləri birləşdirsək, yəni bütövlükdə istisna edici disjunksiyanın məzmununu ifadə etmiş oluruq. Deməli, ümumiləşdirmə aparsaq və təkrar etməli olsaq, ya P ya Q bunun ikisindən biri doğrudur və doğru deyildir ki, həm P, həm də Q eyni zamanda doğrudur. Beləliklə, bizim növbəti izah etmək istədiyimiz, yəni bu ingilis dilində xüsusilə vacib olan bir hissədir, yəni unless. Azərbaycan dilində əgər olmazsa, təqribən belə bir tərcümə edə bilərik. Yəni bu da əslində məntiqin dilində, propozisional məntiqin dilində disjunksiya kimi iştirak edir. Məsələn, qeyd edə bilərik ki, əgər sən oxumasan, sən imtahandan kəsiləcəksən. Deməli, burada bizim iki mülahizəmiz vardır. Yəni, biz bunu iki digər mülahizə ilə əvəzləyə bilərik. Birincisi, bu implikasiya ilə ifadə edə bilərik. Əgər oxumasan, sən imtahandan kəsiləcəksən. Yəni, qeyd etdiyimiz kimi, ingilis dilində bunu unless-i biz A propozisiyası, yəni ingilis dilində əgər diqqət yetirsəniz, if you don't study, you will fail. Yəni belə bir şəkildə ifadə edə bilərik. Və bu da əslində istisna edici deyil, birləşdirici disjunksiya ilə ifadə edilir. Ya sən oxuyacaqsan, bu birinci disjunktur, birinci tərəfdir, ya da sən imtahandan kəsiləcəksən, bu da ikinci bir disjunktur. Beləliklə, yəni bu ingilis dilində vacib olan bir məqamdır. Yəni unless, yəni əgər ingilis dilində oxuyursunuzsa, mətni analiz etmək istəyirsinizsə, deməli unless sözünə rast gəlsəniz, bilin ki, bu propozisional məntiqdə birləşdirici disjunksiya kimi interpretasiya oluna bilər. Beləliklə, propozisional məntiq kontekstində bu gün izah etmək istədiklərim bu qədərdir və bizim növbəti müzakirəmiz bu qeyri-formal məntiq müstəvisindədir və biz qeyri-formal məntiqdən deməli kütləyə müraciət və ya populyar ideyaya müraciət adlı qeyri-formal məntiqi xətanın müzakirəsini davam etdiririk və kiçik bir xatırlatma etsək, yəni kütləyə və ya populyar ideyaya müraciət o deməkdir ki, biz əslində irəli sürülmüş olan fikrin məntiqi cəhətdən arqumentasiyasını, məntiqi cəhətdən sübutunu deyil, onun sadəcə olaraq populyar olması və ya kütlə tərəfindən qəbul edilməsinə görə doğru olmasını əsaslandırmağa çalışırıq və bu isə əslində bir psixoloji manipulyasiya yoludur və məntiq müstəvisində yol verilməzdir. Yəni burada biz əslində fikrin sübutu deyil, sadəcə psixoloji manipulyasiya vasitəsi ilə qarşı tərəfin inandırılması taktikasını həyata keçirməyə çalışırıq və kütləyə müraciət bu iki hissəyə bölünür. Birbaşa müraciət var, yəni bu xətaya yol verilən birbaşa müraciət var və dolayı şəkildə həmin xətanın həyata keçirilməsi var və dolayı şəkildə həyata keçirilən kütləyə müraciət xətasının özü də 3 hissəyə bölünür və biz onlardan birincini artıq izah etmişik. Yəni keçən deyək ki, müzakirəmizə baxsanız, orada biz orkestr arabası arqumentini analiz etmişik. Bu gün isə yerdə qalan iki
növü, yəni dolayı şəkildə kütləyə müraciət xətasına yol verilmiş olan iki növ arqumenti izah edəcəyik. Bunlardan birincisi bu şöhrətpərəstliyə müraciət arqumentidir. Beləliklə, şöhrətpərəstliyə müraciət arqumenti nədir? Biz bu sualı necə cavablandıra bilərik? Şöhrətpərəstliyə müraciət arqumenti adətən təklif edilən məhsul ilə insanların rəğbət bəslədiyi və ya təqlid etdiyi məşhur insan arasında psixoloji cəhətdən əlaqə yaradaraq insanları bu məhsuldan istifadə edəcəkləri təqdirdə onların da başqaları tərəfindən rəğbətlə qarşılanacağını və ya təqlid ediləcəyini irəli sürməkdir. Yəni bu şəkildə onları inandırmağa çalışmaqdır. Məsələn, aşağıdakı arqumenti biz nəzərdən keçirə bilərik. Arqumentimiz belədir. Reklam lövhəsində Pepsi içki markasının loqotipinin altında əlində futbol topu ilə təsvir edilmiş Argentinalı futbol ulduzu Messi təsvir edilmişdir və aşağıda belə yazılmışdır. Onu sev və onunla yaşa. Yəni insan özü ilə məsələn, rəğbət bəslədiyi, fanatı olduğu Messi arasında bir psixoloji cəhətdən əlaqə yaradır. Əgər Messi Pepsi içkisini sevirsə, onunla yaşayırsa, yəni uğur qazanmış bir ictimai fiqura və ya idman fiquruna çevrilirsə, yəni mən də belə edərəmsə, onun kimi ola bilərəm. Təqribən şuur altında belə bir arqumentasiya qurulmuş olur, amma təbii ki, burada qurulan arqumentasiya bu məntiqi cəhətdən qeyri-düzgün arqumentasiyadır. Beləliklə, burada əsas ideya reklam vasitəsilə insanları onlara təklif olunan məhsuldan istifadə etdikləri təqdirdə Lionel Messi kimi cəmiyyətdə rəğbət oyadan və ya cəmiyyət tərəfindən təqlid olunan insana çevriləcəyinə inandıraraq onların bu məhsuldan istifadə etməsinə nail olmaqdır. Və bizim qeyd etdiyimiz dolayı şəkildə kütləyə müraciət xətasına yol vermiş üçüncü növ arqument, yəni bu snobizmə müraciət arqumentidir. Snobizm sözündə snob nə deməkdir? Bu aristokrat olmayıb, onu yamsılayan və ya sosial cəhətdən aşağı təbəqəyə xor baxan adam deməkdir. Yəni elə bir tip insandır ki, özü aristokrat deyil, amma onları yamsılayır və əslində özü sosial cəhətdən aşağı təbəqəyə mənsub olmasına rəğmən bu təbəqəyə xor baxan insandır. Beləliklə, snobizmə müraciət arqumentinin də insanların alt şüuruna təsir mexanizmi nəzərdən keçirdiyimiz sonuncu arqumentin təsir mexanizmi ilə oxşardır. Məsələn, aşağıdakı arqumenti nəzərdən keçirək. Arqument belədir. Canlı yayımda estetik gözəllik klinikasını reklam edən aparıcı auditoriya belə müraciət edir. Estetik gözəllik klinikasının həyata keçirdiyi plastik əməliyyatlar və cavanlaşma prosedurları hər kəs üçün deyil. Bu xidmətlərdən yalnız cəmiyyətin elitar təbəqəsi yararlana bilər. Əgər siz də belə seçilmiş azsaylı insanlardan birisinizsə, onda sizi hər zaman öz klinikamızda görməyə şad olarıq. Amma bizim təklif etdiyimiz çox yüksək səviyyədə olan xidmətlərdən yararlanmaq üçün yerlər məhduddur və bu səbəbdən yalnız öncədən qeydiyyatdan keçməklə bu xidmətlərdən istifadə etmək olar. Yəni bizim burada nümunə kimi qəbul etdiyimiz estetik gözəllik klinikası bu şərti addır. Ümumiyyətlə belə bir klinikanın olub-olmamasından xəbərdar deyilik. Sadəcə bir ad olaraq istifadə etmişik və burada da sadəcə insanların seçilmiş olduğuna inandırmaq yolu ilə, yəni onlarda bu istəklərin olmasından istifadə edərək, yəni bu istəyi, bu arzunu manipulyasiya edərək onları bu klinikanın xidmətlərindən istifadə etməyə inandırmağa çalışırlar. Beləliklə, kütləyə müraciət məntiqi xətasından yalnız siyasətdə, iqtisadiyyatda və s. deyil, həm də gündəlik həyatda tez-tez istifadə etmək olar. Məsələn, aşağıdakı arqumenti nəzərdən keçirək, ana yeməkdən imtina edən azyaşlı oğluna belə deyir. Sən böyüyüb hörümçək adam kimi güclü olmaq istəmirsənmi?
əgər sən də belə olmaq istəyirsənsə, onda gəl yeməyini ye. Yəni bu da bir növ, ailə münasibətlərində kiçik yaşlı, uşağın, özün fanatı olduğu bir, film qəhrəmanı, bir cizgi filmi qəhrəmanının, eee, psixoloji manipulyasiyasına, düşərək, yəni onun kimi görmək, istəyərək, yəni belə bir arzunu özündə yaşadaraq belə bir, arqumentin təsirinə məruz, qalması ehtimalını analiz edir. Və növbəti nümunəmiz, məsələn biz, dərsdə, buna rast gələ bilərik. Müəllim dərsi hazırlaşmayan şagirdə belə deyir: Sən gələcəkdə bütün savadlı gənclər kimi tələbə adını qazanıb, hamının hörmət etdiyi və sevdiyi insan olmaq istəmirsənmi? Əgər sən də belə olmaq istəyirsənsə, onda dərslərinə ciddi hazırlaş. Yəni təbii ki, bunların hər biri artıq, psixoloji manipulyasiyadır. Hətta, xoş məramla deyilmiş olsa belə, məsələn, dərsə ciddi hazırlaşmağın məntiqi əsası, yəni insanın başqaları kimi, hörmətli və ya savadlı və ya daha çox gəlir əldə edən bir insan olmaq istəyi, olmalı deyildir. Yəni dərsə ciddi hazırlaşmağın, məntiqi arqumentasiyası, fərqli sübutlar üzərindən həyata keçirilməlidir. Əgər sadəcə istəyin manipulyasiyası üzərindən bu arqument analiz edilirsə, deməli bu əslində, sübut etmə deyil, sadəcə inandırma, taktikasını özündə ehtiva edir. Beləliklə, bütün hallarda kütləyə müraciət xətası aşağıdakı struktura malikdir. Müqəddimə belədir: Arqumenti irəli sürən insan özünün qarşı tərəfin başqaları tərəfindən sevilmək, qiymətləndirilmək və daim onların diqqət mərkəzində olmaq istəyi üzərində qurulmuş taktikanı ehtiva edən mövqeyini təqdim eləyir və nəticə olaraq, əgər qarşı tərəf başqaları tərəfindən sevilmək, qiymətləndirilmək və daim onların diqqət mərkəzində olmaq istəyirsə, onda həmin insan arqumenti irəli sürən insanın mövqeyini qəbul etməlidir. Beləliklə, siz, sxemini də görə bilirsiniz. Yəni, burada bir simvolik olaraq, kütləyə müraciət, xətasının, məzmununu ifadə etməyə çalışmışıq. Beləliklə, bu günləri biz kütləyə müraciət xətasına dair müzakirəmizi yekunlaşdırmaq istəyirik və son sözlərimiz, yəni yekun nəticəmiz nə ola bilər? Həm birbaşa, həm də dolayı şəkildə qurulan kütləyə müraciət xətası eyni struktura malik olub, eyni məqsədi daşıyır. Birbaşa olaraq qurulan kütləyə müraciət xətası bilavasitə hər bir insanda kütləyə mənsub olma duyğusunu oyandıraraq cəmiyyətdə kütlə, zehnini formalaşdırır. Təbii ki, bu arzu edilməz bir sosial psixoloji fenomendir. Beləliklə, kütlə, zehninin daşıyıcısına çevrilən hər bir insan özünü kütlənin daxilində daha güclü və təhlükəsiz hiss eləyir. Kütlənin qəbul etdiyi nəticənin doğruluğunu şübhə altına qoyan və ya onu qəbul etməkdən imtina eləyən hər bir insan avtomatik olaraq özünün kütlə ilə bağlarını qoparmaqla öz gücünü, təhlükəsizliyinə olan təminatını və başqaları tərəfindən qəbul edilmək imkanını itirmək riski ilə qarşılaşır və bütün bu qeyd edilənlər dolayı şəkildə qurulan kütləyə müraciət xətası üçün də doğrudur. Amma burada istifadə edilən məzmun və vasitələr ilə daha kəskin və gizli şəkildə kütlə zehninin formalaşdırması strategiyası həyata keçirilir. Yəni ilk baxışda biz bunu, sezməyə də bilərik. Xüsusilə məsələn, ailə münasibətləri kontekstində və ya dərs münasibətləri kontekstində biz bu arqumentdə kütləyə müraciət və ya populyar, ideya müraciət xətasını ilk baxışda, sezməyə də bilərik. Sanki hər bir şey doğrudur, məntiqi cəhətdən düzgün, arqumentləşdirilmişdir. Halbuki analiz edən zaman biz bunun tam əksinin, şahidi olmuş oluruq. Beləliklə, bu gündən müzakirə etmək istədiyim, məsələlər bunlardan ibarətdir. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Əgər araşdırılması, sizin üçün lazım olan, sizin üçün maraqlı olan mövzular varsa, onların da, adını qeyd eləyə bilərsiniz. Əgər həmin istiqamətdə də əgər biliklərim kifayət qədər deyilsə, mən əlavə araşdırma edərək həmin, məsələlərin də müzakirəsinə zaman, ayıra bilərəm. Beləliklə, diqqətinizə görə minnətdaram. Növbəti buraxılışda müzakirəmizi davam etdirərik. Hələlik.